qadının kişi üzərində olan haqlarından kişi qadınına qarşı sözündə, kəlamında şəfqətli olmalıdır, mərhəmətli olmalıdır, ona qarşı danışığında qayğıkeş olmalıdır, sözündə məhəbbət olmalıdır, istək olmalıdır, sevgi olmalıdır. Hətta o sözdə həddi aşsa belə. Yəni, qadına o məsələdə yalan danışmaq olsa belə, qadını tərifləmək kimi, keçən dərsdə deyir ki, məsələn, yeməyi elə də çox yaxşı pişirmirsə tərifləmək ki, çox gözəl pişirmirsən, dadlı pişirmirsən və ya qadına qarşı qəlbindəki olan məhəbbəti şişirtmək olsa belə. Qadına qarşı qəlbində məhəbbət var, lakin bu məhəbbəti çox göstərmək üçün yalandan deyir ki, çox sevir qadını və ya çox istəyir. Ona görə şəriət icazə verir bu məsələdə, ərlə arvad arasında olan bu məsələdə səadət, evə xoşbəxtçilik, səadət gətirilən xüsusda bəzi şeylərdə yalan danışmaq. Ərlə arvad arasında olan münasibətlərdə. Ona görə qadın məsələn səndən tələb etsə ki, elə bir şey ki, sən onu ala bilmirsən, həmən yox demə və ya acılama ki, yoxdur, yəni mən qadir deyiləm və qorxursan ki, desən ki, yox, qadın od püskürəcək, deyəcək ki, necə olur, yəni filan kəs alır, sən niyə ala bilmirsən, deyinə ki, hələ ki, ala bilmirəm və ya gedərəm, baxaram, axtararam, taparam və bir müddət sonra yenə qayıtsa ki, nə oldu, deyinə ki, tapanmədim, baxdım, tapanmədim və ya tapdım, pulum hələ ona çatmır, bir müddət sonra, çatandan sonra alaram, yəni beləcə, yəni qadını şəfqətlə, yəni qəlbini almaq. Ay inandı ya. İnşallah inanlar. Yəni evlərə xoşbəxtçilik gətirən səbəbə görə şəriət icazə verir bu məsələdə, yəni bu cür rəftar etmək.